Bir dəqiqənin içində, yox, bir saniyənin içində gördünüz də. Gördünüz ki, nədir? Bu belə ziyan verən bir şeydir. Açıram. Anamın səhər rutini. Pəncərəyə çıxıb çöldəkiləri izləmək. Hər kəsə salamlar kanalıma və yeni vlogumuza çox xoş gəlmisiniz. Göz dəyməsin, maşallah. Dünən bir vlogu sonlandırmışam. Bugün yeni bir vloga başlayıram. Kameranı yenə tutmuşam yuxarı. Elə bil ki, davamını çəkilmiş kimi hiss edirəm özümü. Normalda həmişə həftəyə bir dənə vlog güclə atırdım. Amma sizə verdiyim sözlərə görə mən artıq aktivliyə keçmişəm. Arada Luna, sən nə deyirəm mən? Axır ki, biz də kondisioner alıb qoya bildik. Ay pişik, sənin... Sənin problemin nədir? Bu mənim tül pərdəmi cırıq-cırıq eləyib atmasa yerə canı rahatlamayacaq. Baba, dırnaq ilişdi. Eləmə də, nə olar eləmə. Nə olar eləmə. Xahiş edirəm. Danış, söhbət elə. Danış. Axır ki, biz də kondisioner alıb qoya bildik bura. Aldıq, qoyduq artıq çünki ehtiyac var idi, yaydı, istidir. Amma iş burasındadır ki, axşam yatanda bununla üzbəyüz, baxın, bununla üzbəyüz. Yəni ki, budur da, baxın. Yəni mənim termomdur, görürsüz. Amma necə olursa, nə kəramətdirsə, yatağa vurur. Yataq da tam başqa istiqamətdədir. Yəni onu necə bacarır bilmirəm, amma gərək bir dənə başlıq olur, orasına taxmaq üçün. Gərək elə bir şey Allah taxaq ki, başımızı vurmasın. Qızlar, bu bilirsiniz nəyə döndü? Mən məzuniyyətə çıxanda xəyal etdiyim əslində olan. İndi deyirəm ki, Famil görün nə deyir də. Yəni brownie istəyir. Keçən vloqda yadınızdadır. Keçən vloqda deyəndə ki, bundan hələ bir öncəki vloquydu da. Dünənlərim bunu bişirəcəkdim. Alındıra bilmədim, pişirə bilmədim. Bugünə qaldı. Nəysə, dedim bugün bişirəcəm. O bir qırağa qalsın. Dünənlərimdə badımcan almışıq ki, bu badımcandan badımcan ruleti bişirəcəm. Bildiniz də nə? O içinə mayonez, qoz, nə bilim, şey qoyursa sarımsaq. İndi qızartmalıyam bunları. Hələ üstünə üstüyüb bir dənə var. Sağ olsun Famil, bu əti də çıxardıb dünən ki, sabah vaxtın olsa, həvəsin olsa, KFC, o xırçıldayan KFC hissəci, toyuq hissəcikləri var, ondan bişirərsən. Mən də indi deyirəm ki, bəxtəvər mənim başıma. Məzuniyyət deyəndə mən ağlıma gətirmirdim ki, mən bütün günü yemək bişirəcəm və ev işi görəcəm. Bu qədər deyinmən yetərlidir. Təbii ki, bu bir zarafatdır, həvəsim var və hələ ki, bu işləri belə sevə-sevə görə bilirəm. Necə ki, bir çoxları istəyir, çoxlu yesin, kökəlməsin. Mən də istəyirəm ki, çoxlu iş görüm, amma ki, heç yorulmuyum. Belə fikir verirəm ki, həqiqətən də mən hər gün işə gedib gələndə ev işləri üçün əməlli başlı darıxırmışam. Keçən dəfə ilə mən bir post paylaşdım YouTube'da ki, sizcə mənə gələn mənfi rəylər haqqında bir video çəkim ya yox? Və həmin postun altına gələn rəylər o qədər mənim ürəyimcə oldu ki, təsəvvür edin, bilirsiniz mən onları oxuyanda nə hissi keçirdim? Sanki uzun illərdir mənim dostum olan, mənim yaxınım olan, əzizim olan insanlar o rəyləri yazıblar. Yaxşı ki, varsınız, sizləri həqiqi mənada çox-çox sevirəm. Burada qızlar çay dəsmallarımı da açmışkən dedim sizə göstəreyim. Çay dəsmalları qoymuşam. Birini istifadə edəcəm. Bir də orada qabartma tozlarım, vanillərim, bütün gün şirniyyat pişirənlər kimi doldurmuşam ora. Nə bilim, sarı köklü, nədir belə, siyah topumudur, istiyotdur, nə bilim belə, kakao falandır. Bunlar var burada. Tuzlu və acılı suyunu süzdüm. Qəşəngcə yudum bir 4-5 dəfə. Həm acısı qalmasın, həm də ki, duzluluğu çox olmasın. Əvvəllər mən bunu salfetka ilə qurudurdum. Bu arada qurutmaq lazımdır. Çünki yağın içinə düşəndə su belə həm sıçrayır, həm mətbəxi batırır, həm bizi pis günə qoyur, yandırır, tökür. Salfetka ilə edirdim. Sonra gördüm, ay qızlar, buna salfetka çatdırmaq olmur. Ona görə gör neçə vaxtı mən də badımcanlara salfetka ilə şeyləmirəm də, necə deyirlər, qurutmuram. Belə qoyuram çay dəsmalının üstünə və beləcə yaxşı-yaxşı sıxıb suyunu da alıram. Qızlar, ya bunun qapaq kimi istifadə eləmək.
eləmək istəyirdim. Getdi, girdi içinə, nəysə. Badımcanın bir xüsusiyyəti var ki, yağı özünə dəhşətli dərəcədə çəkir. Amma mən belə bir şey öyrənmişəm ki, ya badımcanları biraz qarğıdalı nişastasına batırmaq, ya da ki, yağın içinə qarğıdalı nişastası töküb qarışdırmaq lazımdır ki, badımcanlar yağı çox çəkməsin. Amma nədənsə mən bu dəfə heç ondan istifadə eləmədim. Sabah mənim üçün çox maraqlı günlərdən biridir. Deyin niyə? Çünki famillə evləndiyimizdən bəri ilk dəfədir ki, qaynanam, qaynatam, baldızım, baldızımın yoldaşı, uşağı biz bir yerdə dənizə gedəcəyik. Qaynatam, baldızımın yoldaşı olduğuna görə yəqin ki, mən çinməyəcəm. Sadəcə olaraq havam dəyişsin, həm də maraqlıdır da. Yəni dəniz qırağına gedib orada yeyib içib söhbət eləməyin özü belə əladır. Xüsusən də dəniz qırağında samavar. Keçən il sizin üçün bir dəniz vlogu çəkmişdim və getdiyimiz o yeri çox bəyənmişdik. Çünki sırf ailələr üçün nəzərdə tutulmuşdu. Yəni tək kişilərin girişi qadağan idi. Xidməti normal idi. Yəni sən içəri girəndə adam axtarmırdın ki, bir söz deyəsən, qarşıva gəlirdilər, səni yerləşdirirdilər, yer göstərirdilər. Qiymətləri də normal idi. Yəni bir çox yerlərlə demək olar ki, eyni idi. Məsələn, bisetkalar həftə içidə, həftə sonu da 20 manat idi. Amma digər o çətir kimi şeylər, yəni hər tərəfə açıq olanlar isə həftə içi 15 manat, həftə sonu isə 20 manat. Giriş pulsuzdur, yəni adam başı pul ödəmirsiz girişə, parkinqdə pulsuz. Bir çaynik 5 manat, samavar isə 20 manat idi. Elə sabah da ora getməyi planlaşdırırıq. Belə qızlar, son nəticə bundan ibarətdir. Normal görünür, amma mən 3-4-ünü artıq burada aşırdım, yedim. Dözə bilmədim axşama qədər. İndi qoyacağam bunu soyuducuya, biraz soyusun. Bir dənə pomidor salatı düzəldərəm, amma telefonumun zərətkası çox azdır. Gedirəm qoyum telefon zərətkaya ki, sonrakıları çəkə bilim. Heç şişirtmədən sizə deyirəm ki, heç bir dəqiqə olmadı. Vallahi 30 saniyə oldu ya olmadı. Mən bu mikrofonu qoşdum, gəldim. Daha doğrusu pufiki qoydum bura. Bu memory box'u qoydum yanına. Sonra da mən mikrofonu qoşdum. 30 saniyə başımı elə çevirdim. Bir də gördüm ki, bu oturur. Mən indi bunu necə qaldırım buradan? Mən oturub bu memory box'u göstərməliyəm cəmaata. Luna dura bilərsən, zəhmət olmasa. Ya mən də oturum. Deyən görüm. Görsüz nə inir? Görsüz ki. Elə mən səni çəkirəm. Qızlar, deməli, Puma ayaqqabısı qutusunun içinə qoyduğum şeylər. Bu qutu ümumiyyətlə bizim memory boxumuzdur. Mənim bir izləyicim var. Bütün izləyicilərimi çox sevirəm. Onu da deyim sizə bir daha. Mən bir izləyicim artıq 2-3 vlogda yazır ki, memory boxunuzu göstərin. Əslində bir dəfə göstərmişəm sizə, amma dedim ki, o izləyiciyə söz vermişəm. Ona görə bu dəfə yenə göstərəcəm. Baxmayanlar da yəqin ki, olublar. Nəysə qızlar, indi tez bir zamanda bunu göstərirəm. Gedirəm sonra qalan işlərimi görməyə. Bunun içində nə var sizə deyim. Bunun içində famillə mənim tanış olduğumuz dövrdən bəri getdiyimiz səyahətlər, getdiyimiz, gəzdiyimiz yerlərə dair yığdığımız kiçik-kiçik belə xatirə şeyləridir. Bu məsələn tur agentliyindən qalmışdı. Bunu Antalyaya getmişdik. Bu da Antalyaya getdiyimizdən qalıb Alakart restoranının kuralları falan. Burada Azur restoranına bizim 2025 7-ci ayın 13-ü. Məsələn belə bir şeydir. Bu nədir? 1500 TL pul ödəmişik onda. Daha sonra bu Ray Premium Tekirova, bu Antalyadakı otağımızın nömrəsidir 3303. Sonra bu Azaldan qalıb, içində bəzi şeylər var. Bunu da Ray Premium Tekirovadan götürmüşəm həmin oteldən. Sonra bunun içində belə maraqlı şəkillər var, belə xırda-xırda şəkillər var. Bunu da mənim izləyicim düzəltmişdi. Bu famillə mənə bizim real şəkillərimizi atmışdım ona. O belə hazırlamışdı. Bu Maldivdə çəkdirmişdik. Çox qəşəngdir. Belə multik formatında hazırlayıb. Bu da, yəni bunların real şəkilləri var. Mən də bunların hamısını həqiqətən də realda çəkdirmişik biz. Bu Şahdilidə olub, bu ikisi Maldivdə olub. Çox şirindir. Bunları belə qoymuşam. Hələ ki bunun içində qalıb, bunun içində olanlardır. Yəni belə siz də düzəltdirə bilərsiniz. Amma inanırsınız səhifəni bilmirəm. Səhifə adı da yoxdur burada. Bilsəydim səhifəni sizə deyərdim.
Dejavuda oturub biz toy planımızı qururduq. Həmin gündən götürmüşəm. Ona görə yadımda qalıb qəşəng. Bu bizim Budapeşt səyahətimizdən qalan şeylərdir. Amma içində başqa şeylər də var. Açım göstərim bunları sizə. Bu mənə elə gəlir Frankfurtda olmalı. Tam yadımda deyil qızlar. Bu muzey Famil bilsə biləcək. Bu bizim belə deyim də sizə balayında getdiyimiz ölkələrdir. Yəni balayı zamanı restorandan götürmüşəm bunu. Sonra bunu Famil restorandan götürüb. Amma oğurlamamışıq ha qızlar. İstəmişik, yəni demişik. Salfetkanı götürmüşəm, salfetkanı deməmişəm. Amma bunları, bunu 2 ayrı restorandan bizə veriblər. Biz bir dənə götürmək istədik. Götürdü, kişi orada 4 dənə bundan verdi. Bundan bir dənə deyəsən verdi. Bundan 4 dənə vermişdi. Ayrı-ayrı restoranlar idi. Sonra burada, indi bunları xırda-xırda məncə göstərməyim sizə. Yəni məncə vlogun da vaxtını çox elə aparmayım. Amma bunlar hamısı, necə deyim, muzey girişləri, nə bilim, biletlərdir də bir sözlə. Bu da hansısa muzeyin xəritəsidir, bizə veriblər girəndə. Sonra, ay Allah, bu bizə indi də yandırıb tökürdü. 19 evro ölkəyə girən kimi pul verdi. Frankfurt idi deyəsən, bu da Almaniya. Girən kimi ölkəyə 19 evro avtobusa pul verdik. Sonra gördük ki, səhv eləmişik. Heç o qədər eləmək lazım deyilmiş. Bu kilsədə bizə vermişdilər. Kilsələri gəzəndə. Müsəlmanlıq əlhəmdülillah. Sadəcə olaraq, yəni bu da bir mədəniyyətdir də kilsələri gəzməyində. O dəqiqə kimsə gəlib deyəcək ki, niyə kilsələri gəzirsiniz? Sonra bu da hansısa, bilmirəm nədir. Artıq yadımdan çıxıb gərək Famillə oturum baxam, o da mənə xatırladır. Neysə, bu da muzey şeyləridir. Belə biletlərdir qızlar, tiketlərdir. Sonra ayda, bu möhtəşəm bir şeydir. Luna bax. Luna bax. Gör necə gözəldir. Deməli, bu Ariston oteldir. Bu da çox gözəl idi. Elə. Cır buralar, dağıt. Mənim üçün belə ən möhtəşəm bir şey Belvedere 2 bir saraydır da, böyük bir saraydır Avstriyada. Əslində bunu bir dəfə vlogumda danışmışam. Mən evlilikdən 1 il öncə bu Belvedere sarayı var. Bunun önündə, onda subay idim və rəfiqəmlə getmişdim, gəzirdik. Rəfiqəmdən ayrılıb düz ortada durub niyyət elədim ki, qarşıma elə bir insan çıxsın ki, mən bu sarayı onunla gəzim. Bu hadisədən düz 1 il sonra mən yoldaşımla evləndim və gəldik biz həqiqətən də balayında bu sarayı gəzdik. Yəni saf niyyət həqiqətən də hər şeyi oldura bilir. Bu da Belvedere'yə aiddir. Ay bir şey. Bir imkan vermədi. Bir dənə videomuzu rahat çəkək. Ay qız. Bunun içində isə Maldiv torpağı var. Maldivdən gətirmişdik. Nə hay həşir düşübsə. Dolivoda pasta yemişdik. Bu da çox qəşəng idi. Yəni həmin gün çox yadda qalan idi. Bax görürsüz, deyirəm sizə neçə dənə verib. Sonra qızlar, ayda burada çox şey var. Düşünürəm, bəlkə bunun yarısını gələn dəfə göstərərəm sizə. Çox şey var burada. Qızlar, bunun hamısını mən detallı sizə göstərsəm vaxt alacaq. Əgər sizə maraqlıdırsa yazın, Memorybox'un yarısını gələn dəfə göstərərəm. Çünki həqiqətən də baxıram ki, nə qədər artıq mən video çəkmişəm bundan bağlı. Famil işdən gəldi, biz yedik və son 3 dənə qaldı. Bu da elə belə də, yəni yemək kimi deyil, arada bir ağzımıza ata bilərik. Və indi isə başlayıram mən brownie bişirməyə. Birinci mən bunu yağı əridəcəm. Gözə yarı 150 qram buradan ayırmalıyam. Bunu neçə ildir işlədirik, inandırım sizə. Neçə ildir bu yağdan işlədirik. Mən hələ indi fikir vermişəm ki, burada bölgülər var imiş. Mən şok. Nə qədər şirniyyat bişirsəm də, bir neçə şirniyyat var ki, davamlı ilə onu bişirmək istəyirəm. Çünki həm mən çox sevirəm, həm də ki yoldaşım. Brownie'dən sonra ikinci ən sevdiyimiz şey Oreo cheesecake-idir. Məni çoxdan izləyən izləyicilərim artıq biləcəklər nəyi deyirəm. Çünki bir neçə dəfə vloqlarımda onu hazırlamışam. Sabah dənizə gedəcəyik. Fikirləşdim ki, elə indi bunu bişirməyim daha yaxşı olar. Çünki dənizə gedəndə özümüzlə apararam. Samovar çayının yanında belə əla gedər. Arxa fonum çox boş qalırdı. Ona görə 1-2 dənə dekor qoydum ora.
Davamlı şəkildə əvvəlki vloqlarıma baxmayan izləyicilərim bəziləri elə biliblər ki, mən işdən çıxmışam. Bu tərz suallar gəlib ki, bəs axı siz işə gedirdiniz, niyə işə getmirsiniz və hətta belə də suallar gəlib ki, niyə işdən çıxmısınız? Dostlar, bildiyimiz kimi əmək məcəlləsinə uyğun olaraq qeyri-mütəxəssis heyəti üçün ildə 21 gün, mütəxəssis və rəhbər heyəti üçün də ildə 30 gün məzuniyyət günü var. 5 ildən 10 ildək staj olduqda da əlavə 2 gün gəlir. Yəni mənim özümün illik olaraq 32 gün məzuniyyətə çıxma hüququm var və hələ üstəgəl keçən ildən qalma məzuniyyət günlərim də var. Əslində bir neçə vloq öncə məzuniyyətə çıxdığımı bildirmişdim. Hal-hazırda mən məzuniyyətdəyəm, yəni o məzuniyyət günlərimdən istifadə edirəm. Browniemiz pişdi, çıxartdım, hətta yoxladım da. Bişib tam olaraq 40 dəqiqə bişirdim. Belə, yəni bu çox qalxmır, yəni çox şişənlərdən deyil. Elə bu qalınlığında bir şey olur. İndi soyusun, sonra soyundan sonra biraz da qoyacağım soyuducuya, daha da özünü tutsun. Ondan sonra soyuq-soyuq qəşəng isti çayla yemək. Dünən sizə göstərmədim. Dünən axşam inarsız saat neçədə yatmışam. İndi sizə göstərəcəm ki, mən nə bişirdim. Deməli, bunu göstərim. Bu dənizə aparacağım şeydir. Bu KFC, nə deyirlər buna? Bu adını həmişə unuduram. KFC xırçıldayan toyuq hissəcikləri. Videonun adı elə gedir. Elmira xanımın resepti ilə eləmişəm. Onsuz da oradan yemək alacaq. Yəni ki, bunu sadəcə atışdırmaq üçün aparıram. Çıx canım mənim, çıx. Bir də qızlar, bunu pişirmişəm. Bunu da səhər tezdən hələ yedik biraz hissəsini, çayla içdik. Bu brownidir. Baxın, belə alındı. Görürsünüz? Çox qəşəngdir, çox dadlı bir şeydir. Yəni eləməmişsə bundan mütləq eləyin. Deyirəm ki, o vaxtda deyirdim ki, ay Allahım, amma bu qədər niyə inirsən, bu qədər niyə öz vəziyyət verirsən? Bir daha dənizə gedəcəyik də. Bax, həmişə belə deyirdim. İndi özüm anamdan betər olmuşam. İndi isə qızlar, ütü masasını qoymuşam bura. Burada şortları, bunlar familin şeyləridir. Şortlarını falan ütüləyəcəm. Sonra nə bilim öz paltarımı falan ütüləyəcəm. Ütü işlərini görüm, sonra yavaş-yavaş hazırlaşım. Hər dəfə mən paltar ütüləyəndə bu ütünü mənə hansı izləyici məsləhət bilibsə onun canına dua eləyirəm. Bu ütünü məhz izləyicilərimin tövsiyələrinə əsasən almışdım və çox bəyənirəm. Həqiqətən də işini çox qəşəng bir şəkildə görür və cehiz yığan qızlara da şiddətlə tövsiyə eləyirəm. Keçən dəfə yenə nəsə ütüdən söhbət düşəndə bir neçə izləyicim yazmışdı ki, bəs buxar ütüsünü artıq istifadə eləmirsiniz. Mənim buxar ütüm qızlar hələ biz köhnə evdə olanda, yəni keçən ilin nə bilim oktyabr ayı idi, hansı ay idisə, onda nəsə biraz buxarı az verməyə başlamışdı. Mən də götürdüm, neynədim? Elə də başa çıxanlar kimi, elə bilin ki, ustayam nəyəm. Mən götürdüm yazığın içalatını açdım, tökdüm yerə, sonra yığa bilmədim, elə də xarab elədim, qoydum qırağa. İndi yenə də əslində buxar ütüsü istəyirəm. Çünki pərdələri ütüləyəndə, məsələn, familin elə klassik şalvarları var ki, sırf onları ütüləyəndə mənə buxar ütüsü çox lazım olur. İndi bilmirəm ki, yenə də Temudan alım, ya Trendyoldan alım, yoxsa hardan alım. Əgər sizin elə bir tövsiyəniz varsa, çox xahiş edirəm, mənə köməklik göstərin. Düşündüm ki, qaynatam falan olacaq. Şortikdənsə elə belə paltar giyinsəm daha yaxşıdır. Axır ki, ütü işini bitirdim. Qızda bu paltar o qədər qəşəngdir. O qədər qəşəng materialı var, belə uçuş-uçuşludur. Bunun linkini qoyuram, başqa rəngləri də var. Yəni məncə bir dənə alın, atın. Bunun qiyməti çox münasibdir. İndi mən qızlar burada öz çantamı yığacağam, dəniz çantamı, familin də çantasını sonra yığacağam. Çünki familin də evdə yoxdur. Gələcək məni götürəcək, baldızım gilini alacaq. Daha doğrusu familin də gedib baldızım gil götürəcək, gələcək məni götürəcək, sonra gedəcək dənizə. Bu şiryampam üçün ürəyim gedir də, çox bəyənirəm. Bunu Temudan almışam, linkini sizin üçün qoyaram.
Bu arada qızlar, bu da məndən gedəcək, amma bunu indi hələlik qoymuşam, biraz enerji yığsın. Ondan sonra bunu da çantama atacağım. Mesela belə bir şey olmalıdır. Səhv deyirəmsə səhvimi düzəldin. Deyir, hər kəs günün sonunda dönüşməkdən qorxduğu kişiyə dönüşür. Dünə də belə bir şey. Mən həmişə mamaya deyirdim ki, bu qədər şeyi nəyə yığırsan? Hələ mən bura yeməkləri qoymamışam ama. Bu mənim şeylərimdir, mənə lazım olanlar. Burada familin bir iki dənə mənim şeyim var. Burada da qab-qacaqları qoymuşam. Bir dənə stəkan qoymamışam, plastik götürəcəyik. Belə bıçaq, vilka falan götürmüşəm. Əslində bir iki dənə plastik də götürmüşəm belə, amma normallarını götürmüşəm evdə istifadə elədiklərimi. Bunu da aparaq dənizə. İstəyirsən çimmaq. Çimmaq istəyirsən çimmaq. Bir dənə bu adapteri də qoysam artıq məncə bitdi. Hər şey qoymuş sayılıram. Çünki burada artıq yeməkləri də qoymuşam. Bunun içindədir. Həm bişirdiyim o toyuq hissələri, həm də ki o browniemiz. Belə çamadan da içəridədir. Çamadan da famil götürər. Gəlsin, gözləyirəm çıxaq. Axşam səndən görüşərik. Yaxşı, evi dağıtma. Evə yaxşı bax. Qısa və net şəkildə deyim ki, keçən ilki məmnuniyyətimiz bu il 0 oldu. Bu bizim ikinci və bura sonuncu gəlişimizdir. Dəhşətli dərəcədə adam çox idi. Burada üzümdən də hiss edirsiniz ki, keyfim o qədər də yoxdur. Əslində burada keyfim təzə düzəlməyə başlayırdı, çünki bizetkaya keçmişdik. Biz ora gələndə bizetkada yer yox idi, açıq yerdə oturmuşduq. Amma hər şey bir qırağa ailə ilə vaxt keçirmək həqiqətən də çox dəyərlidir. Və axşam gün batımında belə bir görüntüdə gəzərək söhbət eləmək, məkan ürəyim olmasa da çox maraqlı bir gün keçirdik və bir vlogun da sonuna gəldik. Gələn vlogda görüşənədək hələlik.